Salam uşaqlar. Uşaqlar, əyləşməyin. Bilirsiniz ki, sabah ölkəmizdə Zəfər gününü qeyd edirik və Zəfəri bizə yaşadan şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad eləyək. Allah şəhidlərimizə rəhmət eləsin. Əyləşin. Uşaqlar, Zəfər günü haqqında sizə qısaca məlumat vermək istəyirəm. Əslində Zəfər günü haqqında, bu günün dəyəri haqqında saatlarla, günlərlə danışmaq olar. Ancaq mən dərsimizin vaxtından oğurluyub, təkcə bir müəllim kimi deyil, həm də bir vətəndaş kimi bu haqda danışmağı özümə borc bilirəm. Bilirsiniz ki, düz 5 il bundan əvvəl, 2020-ci il 27 sentyabrda başlayan 2-ci Qarabağ müharibəsi 44 gün davam elədi. Bu 44 gün ərzində siz onda biraz da balacaydınız da, yadınıza gələr, bəlkə də yadınıza gəlməz. Bu 44 gün ərzində biz çox qanlı qadalı günlərin şahidi olduq, çox acı xəbərlər eşitdik. Düzdür, bunlar hamısı bizi dərindən sarsıtdı, amma bununla yanaşı biz çox qürurlandıq. Biz fəxr elədik ordumuzla, millətimizlə, bütün biz gücümüzü, birliyimizi bütün dünyaya nümayiş elətdirdik. Ancaq bu 44 gün ərzində bizə zəfəri bəxş eləyən o igid oğullarımız idi. Biz onları həmişə anmalıyıq, heç vaxt onları unutmalı deyilik. Biz bu zəfəri bizə yaşadan şəhidlərimizə, onların şəhidlərin valideynlərinə, hansı ki əlindən, qolundan, gözündən olan qazilərimizə, veteranlarımıza borcluyuq. Mən bir müəllim kimi sizə bir tövsiyə eləmək istəyirəm ki, bu zəfəri bizə yaşadanları heç vaxt unutmayaq və unutturmayaq. Zəfər günü, 27 sentyabr anım günü, yəni təkcə bu günlərdə onları biz anmayaq, yada salmayaq. Bir ömür boyu hər anımızda, hər dəqiqəmizdə biz onları yadımıza salaq, heç vaxt unutmayaq.